Verilmiş misalda deyir ki, K'nın hansı qiymətində 2x plus y bərabərdir 12 və kx plus 5y bərabərdir 22 düz xətləri kəsişmə nöqtəsinin birinci koordinat bucağının tənböləni üzərində yerləşir. Burada xüsusi olaraq bunu qeyd eləməyimiz lazımdır ki, birinci koordinat bucağının tənböləni nə deməkdir? Tutaq ki, bir dənə koordinat şəbəkəsi çəkək və burada koordinat şəbəkəsində görürük ki, bu y oxu olmuş olsa, bu da x oxu olmuş olsa, birinci koordinat bucağı, deməli birinci rübün bucağından gedir söhbət və bunun da tənböləni aydın məsələdir ki, y bərabərdir x düz xətt ola bilər. Çünki bu halda bilirik ki, 45 dərəcə və 45 dərəcəlik bucağı ayırır 90 dərəcəni və buradan da görünür ki, deməli biz y-i x-la əvəzləyə bilərik və yaxud da x-i y-lə. O zaman burada y-in yerinə x yazsam, alıram ki, məsələn, birinci tənlikdə 2x üstə gəlinsin x, y-in yerinə x yazdım, bərabərdir 12-yə və buradan da x-in 4 olduğunu alıram. X-imiz 4 olduğu üçün, aydın məsələdir ki, x-imiz y-ə bərabərdirsə, o zaman y-in də yerinə 4 yaza bilərəm və gətirirəm onu ikinci tənlikdə yerinə yazıram. O zaman tənliyimiz bu şəkildə olmuş olur. Demək, 4k x-in yerinə yazdım, üstə gəlinsin 5 vurulsun 4 bərabərdir 22-yə. Buradan 4k-nın 2 olduğunu alıram və k-nın da 2-də 1 olduğunu alıram və doğru cavab da 2-də 1 olmuş olur. Bizdən soruşulan k budur.